Mən Türkiyə Respublikasında bir neçə qızı cinsi istismara İnsan məruz alverində qoymuşam və təqsirləndirilən iki şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı Elnar Quliyeva və 27 yaşlı qadın həbs edilib. 28 yaşında olan Elnar Quliyeva ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə aparıb. Daha sonra zərər çəkmiş şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb. Onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulub. İnsan alveri cinayətində təqsirləndirilən 27 yaşlı qadın isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində Telegram səhifələri və saytlar vasitəsilə fahişəliyə cəlb edib. Zərər çəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Qeyd edək ki, 28 yaşlı Elnar Quliyeva sosial şəbəkələrdə Enor adı ilə tanınan tiktokerdir.